Şimşon evinə qayıdaraq yazılıb ki, yoldan dönür. Yoldan dönərək həmən o leşi gördü, görmədi? Gördü. Toxundu, toxunmadı. Sizcə? Bilirsiniz, əvvəl bu dünya elə bir xoş görünür, şirin görünür. Şirin görünür. Və baxın necə yazılıb. Yazılıb ki, aslanın leşinə baxmaq üçün öz yolundan döndü. Gördü ki, aslanın leşinin üstündə arı beçəsi ilə bal var. O, ovucuları ilə baldan götürdü və yeyə ata-anasının yanına gəldi. Baldan onlara da verdi. Lakin onlara heç bildirmədi ki, balı aslanın leşinin üzərindən götürüb. Onlara da verdi, onlar da yedi. Siz təsəvvür edin. Amma bildirmədi. Nəysə, bir neçə gündən sonra Şimşonun atası qadının evinə getdi və Şimşon orada ziyafət qurdu. Çünki o zamanlar cavanlar belə edərdi. Yəni, belə bir adət idi. Onu görən xalq müşayiət üçün ona 30 nəfər sağdış, solduş seçdi. Şimşon da görün nə edir. Onlara dedi ki, indi mən sizə bir tapmaca deyəcəyəm, deyir. Əgər ziyafətin 7-ci gününə qədər açmasını mənə desəniz, mən sizə 30 dəst kətan paltar və 30 dəst bayram libası verəcəyəm. Bahalı bir paltardan. Sonra da deyir ki, yox, əgər tapmacamı açmasanız, yəni açmasını mənə deyə bilməsəniz, deyir, onda siz mənə 30 dəst kətan paltar və 30 dəst bayram libası verməlisiniz, deyir. Yaxşı, deyir, dedilər ki, tapmacanı de, bir ona qulaq asaq. Şimşon da onlara dedi, yeyəndən bir yeməli şey çıxdı, güclüdən bir şirin şey çıxdı. Və indi bizim xəbərimiz var da, onların isə xəbəri yox idi. Görəsən nə olan şeydir. Bunlar da 3 gün ərzində tapmacanı tapa bilmədilər. Neynədilər? Neynədilər dostlar? Onu necə tapsınlar? Qadına yaxınlaşıb yalvardılar ki, soruş. Soruşmasan, bu bahalı sən bizi soyursan elə bil də, bizim evimizi soyursan. Get soruş, öyrən. Əgər bizə bu xəbəri çatdırmasan, cavabını çatdırmasan, səni də, sənin evdəkilərini, yəni ata-ananı da öldürüb yandıracaq. Qız qorxdu. Doğrudan da qorxdu. Və deyilir ki, qız yalvara, xahiş edir. Bir gün yox, 2 gün yox, neçə gün yalvarır, xahiş edir. Şimşonda nə olar? Bu tapmacanı mənə aç. Nəhayət tapmacanı açır və sağdış, solduş bu deməli bunun dostları Şimşona yaxınlaşaraq deyir ki, aslandan güclü bir şey heyvan varmı? Ya baldan şirin şey varmı? O saat Şimşon başa düşdü ki, bunlar yəni qadından, gəlindən xəbər aldılar. Və Şimşon nə elədi? Qəzəblənib, evdən çıxaraq onların şəhərinə girdi və 30 nəfər adi bir insanları yox, kasıb yox, varlı bir insanlar taparaq 30 nəfəri qırdı. Onların paltarlarını çıxardıb, bu libas bayram paltarlarını çıxardıb və onlara çatdırdı. Bu deyil, bu sizin. İstəyirdiniz, bu da sizin. Təxminən elə, hardasa. Nəysə, bu qəzəblənib çıxır. Çıxıb gedir, bir müddət keçir. Qızın atası görür ki, Şimşon qayıtmır və qızı başqa bir oğlana qızı verir.
Qız başqa bir kişiyə ərə gedir. Və Şimson qayıdaraq arvadını almaq istəyir. Atası da deyir ki, nə bilir, sən gəlmirsən, eləmirsən, hardasan. Gəl belə eləyək də. Başqa bir qızım var, ona. Yox. Siz ki bu cür mənimlə rəftar etdiniz. Bax, indi mənim ixtiyarım var ki, mən qisasımı alım. Qisasımı alım. Dostlar. Götür qızı qatır. Və kəlamda da biz oxuyuruq ki, doğrudan da Şimson gedib neyinib? 300 tülkü tutdu və məşəllər götürdü. Məşəllər bilirsiniz də nədir? 300 tülkü tuttu. Hə, Neden bilirsən. 300 tülkünü tuttu? Necə? Meşenen. Bəs demirəm, Rəbbin gücü üzərində olub. Ana 300 lira tülkü bize nədir? 300 tülkü tutub. Bəli, bəli. Bəs demirəm, yazılmayıb, bəs Rəbbin gücü, ruhun qüvvəsi, onun gücü, siz təsəvvür edin, üzərində olub. Yəqin ki, elə qaçırdı ki, tuta bilirdi. Elə qaçırdı ki, tuta bilirdi. 300, indi bəlkə tələ qururdu. Necə elirdi? Yazılıb ki, 300 tülkünü tutub və baxın dostlar, məşəlləri götürdü. Tülküləri cüt-cüt quyruğa bağladı və quyruqların arasına bir məşəl qoydu. Məşəlləri yandırıb tülküləri filistlərin əkinlərinə buraxdı. Oyda, dağıdın da. Elə bir tarla gövət bütün tarlanı, bütün əkinləri düşmənlərdir də bu filistlər. Və yazılıb ki, neynədi? Buraxdı və bununla da taxıl deyir, bəzilərinə, əkinlərinə, üzümlüklərinə, zeytunlarına da od vurdu. Bütün bərəkəti ləğv etdi. Siz təsəvvür edin. Yox, çox danışmayacağım dostlar bu haqda. Siz evdə də oxuya bilərsiniz. Amma deməyim odur ki, günlər keçir, illər keçir. Şimson artıq İsrail xalqının hakimidir, rəhbəridir. Və 20 il hakimlik edir. 20 il ərzində hakimlik edir. Amma dostlar bir şey var. Bir şey var ki, getdikcə Şimsonun həyatı dəyişilirdi. Yaxşılığa doğru yox. İstəyə də oyda. Pozulurdu, bəli, pozulurdu. Paras kızla evlenmişti. Yazılıb ki, Şimson həmən Qəzəyə gəlib. 16-cı fəsildən oxuyuram. Deməli Qəzəyə getdi və orada bir fahişə görüb evinə girdi. Sənin orada nə işin var deyir. Biz deyirik də belə deyir. Yaxşı, bu evinə girdi, fahişənin evinə girdi. Qəzəllilərə də xəbər çatdı ki, Şimson buraya gəlib. Qəzəllilər evi mühasirəyə aldılar. Dan yeri ağarana qədər onu öldürərik deyərək, deməli bütün gecəni səhərin darvazasında puskuda durub onu gözlədilər. Amma Şimson gecə yarısına qədər yatdı, sonra ayağa qalxdı və baxın nə etdi. O gəlib şəhər darvazasının hər iki dirəyindən tutaraq cəftə qarışıq darvazanı çiyninə qoydu. Bunun gücünə bax, qopartdı yerindən bu darvazanı. Şəhərin darvazasıdır. Və dağın təpəsinə çıxartdı. Təsəvvür edin. Rəbbin gücü hələ bunu tərk etməyib. Baxmayaraq ki, bu yoldan yavaş-yavaş çıxır. Baxmayaraq ki, bu artıq günah da işlədir. Sonra dostlar, yazılıb ki, bundan bir qədər sonra Şimson Sorek vadisində Rusiyan Dalila deyilir. Burada deyilir Delila, yəni adlı Dalila belə deyək də. Dalila, yəni bir qadın idi. Adlı bir qadına vuruldu gözəlliyinə. Onu görən kimi o saat ona vuruldu. Qaldı ki, öz xalqından, öz millətindən deyil.
yadelli bir qadındır. Və yazılıb ki, Filistlilərin ağaları o qadının yanına gəlib dedilər, Şimşonu dilə tutub öyrən. Gör, onda bu qədər güc hardandır? Görəsən hardandır? Dostlar, hələlik bu qədər. Yox, indi davamı edəcəm. Amma mən sizdən soruşmaq istəyirəm. Bu artıq, baxın, dostlar, biz oxuyuruq ki, yoldan çıxaraq fahişənin evində oldu, qaldı, belə deyək də. Sonra bir neçə müddət keçib bir qadına vuruldu. Tam dəyişilib, tam dəyişilib. Görür ki, Allah buna cəza vermir, tam dəyişilib. Elə bil ki, elə də lazımdır. Bəs valideynləri necə? Sizcə valideynləri necə? Bunu görürdü, görmürdü? Əlbəttə görürdü. Qəlblərinə toxunurdu, toxunmurdu. Tabii ki toxunurdu. Artıq bunların gücü yox idi ki, Şimşonun əlindən tutub oradan çıxartsınlar. Şimşon nə boyda kişi? Bunlar yaşı dolub, qoca adamdılar. Ər-arvad. Bunların bir gücü var idi. Bir gücü. Bilirsiniz gücü nə idi? Allah'a Dua. Dua, onu mən demək istəyirəm. Dua. Gecə gündüz dua edirdilər. Gecə gündüz valideynlər oğlu üçün dua edirdilər. Ya Rəbb, Şimşonu bizə sən verdin. Şimşonu da sən qoru. Qaytar bizə. Qaytar. Bəli. Onu xilas et. Nə yaxşı ki, belə bir insanlar var. Nə yaxşı ki, aramızda da elə bir insanlar var. Bax, biz ibadət xidmətini keçirəndə, dua eləyəndə püşk də atırıq, kiminsə adı çıxır. Həftə ərzində kimi üçünsə biz dualarda oluruq. Nə yaxşı ki, belə bir insanlar var ki, mənim üçün, sizin üçün dualarda durur. Oruc da tutur. Ya Rəbb, qoru. Bu həftə bu insanı qoru. Bu 7 gün ərzində dizlərini çöküb kimsə dua eləyir mənim üçün. Ya Rəbb, onu qoru günah. Onu qoru. Bax, burada olan bacı qardaşları qoru. Eləcə də, bax, bu nə yaxşı ki, valideynləri var idi ki, diri Allahı tanıyaraq onlara, ona yalvarırdılar, xahiş edirdilər, dua edirdilər ki, Ya Rəbb, atacan, oğlumuz Şimşon yoldan çıxıb. Öz mərhəmətini ona göstər. Amma vaxt keçir, valideynlər də bu dünyadan köçüb vəfat edirlər. Yəni, dünyasını dəyişirlər. Şimşon isə dəyişilmiş. Bir qadın tapıb və ona vuruldu. Və həmən o qadına deməli, Filistlilərdən tapşırıq verildi. DTX imiş yəqin ki, bu bizim müasir dövrümüzdə də belə deyək də, təhlükəsiz xidməti yəqin bu haqda öyrəndi və qadına dedi ki, öyrənginən bu gücü hardan alır? Və qadının bu hiylə ürəyinə baxın. Deməli, Şimşona bir gün deyir. 6-cı ayədən oxuyuram, 16-cı fəsildən. Rica edirəm, səndəki bu böyük qüvvənin haradan olduğunu mənə söylə. Səni necə ram etmək və bağlamaq olar? Şimşon ona dedi. Əgər məni 7 kaman yayı düzəldilən, qurumamış təzə iplə bağlasalar, o zaman deyir, gücdən düşüb adi adam kimi oluram, deyir. Filistlilərin ağaları qadının yanına 7 deməli qurumamış təzə ip gətirdilər və Delila bunlarla Şimşonu bağladı. O yuxuya gedəndə onu bağladı. İç otaqda da yazılıb ki, qadının puskuda duran adamları var idi. Nəzər salırdılar da, belə deyək. nəzarətə nəzər. Bəli. Qadın Şimşona dedi, Filistlər sənin üstünə gəldilər, ey Şimşon,
Şimşon isə yazıb ki, qollarındakı ipləri oda toxunub, qırılan kətan lifi kimi qırdı və gücünün sirri bilinmədi. Bilinmədi. Onda Delila Şimşona dedi ki, bax, məni lağa qoyub yalan demişdin, ha. Bax, yalan dedin, deyir. Rica edirəm, deyir, yenə indi mənə bildir. Bilirsiniz necə? Bəlkə də özür istəyirəm, qucaqlayıb, sağallayaraq da, rica edirəm, nə olar, bir aç da, bu sirrini mənə aç da. Şimşon da dedi, əgər heç işlədilməmiş təzə iplərlə məni yaxşıca bağlasalar, o zaman gücdən düşüb adi adam kimi oluram. Delila yeni iplər götürüb deyir, onlarla Şimşonu bağlayıb dedi, Filistlər sənin üstünə gəldilər, ey Şimşon. Puskuda duranlar iç otaqda qalmışdı. O isə qollarındakı iplərin sarığını sap kimi qırdı. Delila biraz əsəbləşərək deyir, bəsdir. İndiyə qədər məni lağa qoyub yalan dedin. İndi isə birbaşa deməli sal görüm. Səni nə ilə bağlamaq olar? İndi baxın, yavaş-yavaş Şimşonun ürəyi açılır. Gah deyirdi ki, qollarımı bağla. Amma indi baxın nə deyir? Deyir ki, bax, oca saçdan biraz, hələ tam sirrini açmıyor, amma saçdan biraz artıq danışmağa başladı ki, saçında gücü var. Deyir ki, saçımın 7 deyir, hörüyünü toxucu dəzgahındakı parça ilə toxusan, yenə də adi bir insan kimi olacam. Sonra Delila onun saçını 7 hörüyünü payaya bərkitdi və ona səslədi. Filistlər sənin üstünə gəlirlər, ey Şimşon. O yuxudan oyandı və toxucu dəzgahının payasını parça ilə qopartdı. Gücü var idi. Bu siz təsəvvür edin, heç hiss eləmədi. Amma yavaş baxın, Gücdən düşürdüm. İblis necə də ona yaxınlaşır. Belə qollarından başladı, sonra yavaş-yavaş saçına qədər çatdırdı. Aha. Amma demir. Deyir ki, sadəcə bu saçımı götür, deyir. Necə ki oxuduq, dəzgahın deməli dəzgahların parça ilə toxusan, heç nə. Elə adi bir insan kimi olacam. Nəysə. Delila deyir ki, ürəyində mənə etibarın yox ikən, necə səni sevirəm deyirsən. Baxın, necə hiylə ilə gəlir. Deyirsən ki, ürəyimi sənə həsr edirəm. Sevirəm deyir. Amma incidirsən deyir. Bununla 3-cü dəfədir ki, məni lağa qoyursan və böyük qüvvənin səndə haradan olduğunu mənə bildirmirsən. Qadının bu sözündən hər gün ona əziyyət və baş ağrısı verməsindən Şimşon neynədi? Bəlkə Şimşon qadını tərk etdi. Bəlkə anladı, başa düşdü ki, bu deyəsən sual verirsə, elə belə sual vermir. Deyəsən məni düşmənlərimə təslim etmək istəyir. Yox. Heç anlamadı. Öyle bilmədi. Yox. Heç anlamadı. Görün bunun gözlərini iblis necə yumdu, yuxuya apardı. Qadın hələ onu yuxuya aparırmış da, elə yavaş. Heç ağlına da gəlmədi ki, bu artıq düşmənin əlindədir. Bu artıq düşmənin əlindədir. Və baxın dostlar. Yazıb yenə də təkrar edirəm. Deməli, qadın bu sözlərindən hər gün ona əziyyət və baş ağrısı verməsindən Şimşonun canı boğazına yığdı və 17-ci ayədən oxuyuruq 16-cı fəsil. Ona görə də ürəyinin sirrini qadına açdı. Mənim deyir, başıma ülgüc dəyməmişdi. Çünki mən ana bətnindən Allahın nəzrisiyəm. Əgər başım qırxılsa, o zaman bu qüvvə məndən çıxar.
və gücdən düşüb adi adam kimi olaram deyir. Deydi ya sirrini. Sirrini açdı. Başı qırxılar. Açdı dostlar. Nalak Açdı. Ürəyini kimə açdı? Arvada. İblis açdı. İblisi açdı. Yox, düzdür, qadını açdı, amma Şeytan dostlar düşmənə açıb. Əslində düşmənə açıb. Adam arvada sirri. Bilirsiniz, imanlı insan ürəyini düşmənə açanda, düşmən o saat nə edir? İstifadə edir. O saat istifadə edir. Delila Şimşonun ürəyinin sirrini ona açdığını görəndə Filistlərin ağalarına xəbər göndərib onları çağırdı və dedi: "Bu dəfə də buraya gəlin. Çünki o ürəyindəki sirri mənə açdı." Filistlərin ağaları əllərində gümüş gətirərək Delilalın yanına gəldilər. Delila dizləri üstündə Şimşonu yuxuya verdi. Sonra adamı çağırıb onun saçını 7 hörüyünü qırxdırdı və bununla onu gücdən saldı. Şimşonun gücü get-gedə yox oldu. Delila yenə dedi. Nə dedi? Mühasirə var. Mənə elə gəlir ucadan qışqırdı. Filistlər sənin üstünə gəlirlər, ey Şimşon. Şimşon yuxudan oyanıb, düşündü başqa vaxtlarda olduğu kimi bu dəfə də onların əlindən yazıb ki, sıçrayıb çıxaram deyir. Lakin bilmirdi ki, Rəbb ondan ayrılıb. Artıq Rəbb onunla deyildi. Rəbb ondan yazılıb ki, ayrılıb dostlar. Filistlər nə etdilər? Onu yaxalayıb gözlərini çıxartdılar. Onu qəzaya endirib tunç zəncirlərlə bağladılar. O zindanda dərman daşı çəkirdi, lakin Şimşonun qırxılmış saçı yenidən bitməyə başladı. Bəli, bitməyə başladı, amma gözlərini artıq qaytara bilmir. Bu bir və düşmənin əlindən artıq çıxa bilmir. Bu da iki. Görün, hər şeyi itirdi. Artıq demək olmaz ki, bu insan Allah adamıdır. Çünki Rəbb insandan, Allah adamından ayrılan kimi o adam Allahsız sayılır. Dostlar, əgər Rəbb bizdən ayrılsa, biz də bugünə düşəcəyik. Bizim gözümüz kör olacaq. Biz də zülmət içində hələ gəzəcəyik. Biz də düşmənin əlinə düşəcəyik. Necə ki, baxın yazılıb ki, onu düşmənlər nə elədi? Zəncirləyib. Bax, beləcə də bizi də düşmən zəncirləyib. Hələ nə istəsə onu da eləyəcək. Sizcə, Şimşon peşman oldu, olmadı? Təbii ki, oldu. Oldu. Nə yaxşı ki oldu. Nə yaxşı ki anladı. Mənə elə gəlir ki, ata-ananın duaları da yadına düşdü. Vaxtilə ana yalvarırdı. Vaxtilə ata gecələr yatmayıb, gündüzlər oruç tutub, xahiş edirdi, oğlum, yoldan dönmə. Amma ata-ananın sözünə qulaq asmırdın. Bacı qardaşların sözünə qulaq asmırdın. Günah işlədirdin. Və baxın, ya nə yaxşı ki, bu peşman olaraq, yada salaraq tövbə edirmiş. Və yazılıb ki, günlərin birində, baxın nə olur. 23-cü ayədən oxuyuram, 16-cı fəsildən. Gəlin bir yerdə oxuyaq. Filistlərin ağaları, öz allahları Dağona böyük qurban kəsmək üçün Dağın bunların tanrıları idi. Allahları imiş. Böyük qurban kəsmək və şənlik etmək üçün yığılıb dedilər. Allahımız, düşmənimiz Şimşonu bizə təslim etdi. Dağon təslim etdi. Xalq Şimşonu görəndə öz allahlarına həmdlər etdi və dedi: Ölkəmizə ziyan vuran
Bizdən bir çoxunu öldürən düşmənimizi Allahımız bizə təslim etdi deyir. Onların keyfi kökələndə dedilər. Şimşonu bura gətirin deyir. Əyləndirsin bizi. Qoy bizi əyləndirsin. Onlar Şimşonu zindandan çağırtdırdılar və Şimşon axı heç nə görmür. Əli qolu bağlı, gözləri kör. Onların qarşısında da oynadı. Onların qarşısında, yəni ki, bu aparırlar ora bura, yəni ki, bu onların Allahların məbədində apararaq onlar onların kefi kökələndə baxırdılar, gülürdülər, əylənirdilər. Bu da bəli meymun bir kimi özünə göstərirmiş belə. Onların əlindədir də. Onların əlindədir. Onu dirəklər arasında dayandırdılar. Şimşon əlindən tutan gəncə dedi. Nə olar? Məni deyir, burax. Məbədin deyir, damının saxlayan dirəklərə toxunum və onlara söykənim. Məbəd deməli, kişi və qadınlarla dolu idi. Filistlərin bütün ağaları da orada idi. Şimşonun oynamasına tamaşa edən 3000-ə qədər kişi və qadın isə deməli, damın üstündə idi. Və Şimşon Rəbbə fəryad edib dedi: Ey Xudavənd Rəbb, yalvarıram məni yada deyir sal. Tövbə edirmiş. Məni deyir yada sal. Yalvarıram, ay Allah, mənə ancaq bu dəfəlik qüvvət ver ki, bu filistlərdən 2 gözüm üçün bir zərbə ilə qisas alım. Rəbb Allah eşitdi onu, yox? Eşitdi. Əlbəttə ki, eşitdi. Şimşon əllərini məbədin damını saxlayan 2 orta dirəyə uzatdı. Sağ əli ilə bir, sol əli ilə isə o biri dirəkdən yapışdı. Şimşon, qoy mən də filistirlərlə bir olum. Bir ölüm, daha doğrusu, bir ölüm dedi. Sonra var gücü ilə əyilərək dirəkləri itələyib məbədin damını oradakı bütün ağaların və xalqın üzərinə saldı. Beləliklə, Şimşon öləndə həyatı boyu öldürdüyü adamlardan daha çox adam öldürdü. Onun qardaşları atasının bütün külfəti məbədə endilər və Şimşonun meyitini oradan çıxarıb apardılar. Hara apardılar? Basırmağa. Ha? Sizcə? Yazılıb. Sonra ilə Eştaol arasında atası Manoahın məqbərəsində dəfn etdilər. Artıq atası yaşamırdı. Amma ora apardılar. Orada dəfn etdilər. Dostlar, yenə də təkrar etmək istəyirəm. Baxın nə vəziyyətə düşdü. Şimşon nə vəziyyətə düşdü. Nə yaxşı ki, gözəl Allahdan qorxan valideynləri var idi. Onlar həmişə dua edirdi. Ruhdan düşmürdülər. Demək istəyirəm ki, dostlar, biz də ruhdan düşməyik. Əgər kimisə görürsən ki, bu insan soyuyub, bu insan yoldan dönüb, eləsi üçün həmişə dualarda ol. Həmişə ömür boyu dualarda ol. Durmadan dualarda ol. Çünki Allah imanlıların, Allahdan qorxanların bax o dualarını eşidir. Qoy Rəbb hər birimizə xeyir dua versin. Ruhdan düşməyək və daimi dualarda olaq. Amin.